Hə, yazıma gedir. Hə, yazıma gedir. Əla. Deməli uşaqlar, biz də qeyd edəcəyik ki, duzluğu 25 promil olan 5 ton suyun 25%-ni buxarlandırsaq, qalan suyu müəyyən edin promillə ilə duzluluğunu. Aha. Uşaqlar, burada məsələ nədən ibarətdir? Bax, indi bax, yenə bax bayaqki hissəyə gəlin. Bax, duzluluğu 25 promillə olan, bax mənsubluq var da, duzluluğu 25 promillə olan. Demir ha, 25 promillə duz var, duzluluğu var, elə demir. Deyir, duzluluğu 25 promilli olan 5 ton su. Bu anında mənə deyir ki, 25 vur 5 deməkdir bu. Aydın oldu. Ümumi duzluğu tapmaq üçün 25 vur 5 şəklində yazmalıyıq. Hə, 25-i də 5-ə vursaq, biz alarıq 125. 125 kiloqram. Deməli, bizim, bax bu gördüyünüz 5 tonluq çənimizdə, 5 tonluq çənimizdə 125 kiloqram duz var. 125 kiloqram duz var. Bu məsələnin bu tərəfi. Sonra deyir ki, hava qızmar oldu. 5 ton suyun 25%-ni buxarlandırdıq. Deməli 5 ton suyumuz var. Uşaqlar, burada 5 tonu, deməli 5-in özünü ton şəklində, yəni 25%-ə tətbiq eləmək sizi çaşdıracaq. Yəni cavabdan yayındıracaq. Bunun ən yaxşı yolu 5 tonu 5000 qram şəklində yazasınız da. Başa düşdünüz? 5000 kiloqram şəklində yazasınız. 5000 litr şəklində, üzr istəyirəm. 5000 litr şəklində yazasınız. Yorğunluq öz sözünü deyir. 5000 litr şəklində yazasınız. Deməli 5000 litrində biz tapacağıq 25%-ni. Ədədin faizini tapmaq üçün onu faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Və 5000 litri 25-ə vurub 100-ə böləndə, deməli bununla bu ixtisar getsə burada 4 qalar. Düzdür uşaqlar? Burada 4 qalar. Burada da biz bu 5000-i 4-ə bölməliyik. 5000-i 4-ə bölsək neçə alarıq? Bir dənə tapaq. Neçə? Aha, 1250. Deməli, bizim 5 ton suyumuzun 1250, 5000 litr suyumuzun 1250 litri buxarlanıb. İndi bu 1250-ni nə etməliyik 5000-dən? Bəli, çıxmalıyıq. 1250, bəli, 1250 litr çıxacaq. Cavab nə alınacaq 1250 litr çıxacaq? 3750, düzdür? 3750 litr. Baxın, indi burada yazıram. 5000 litr suyun duzlu, indi 5000 litr suyun duzluğu nə qədərdir? Yox, bizə nəyə soruşur? Bir dəqiqə, qalan suyun duzluğunu müəyyən edin. Aha, duzluğu 25 promilli olan 5 ton suyun 25% buxarlansa, qalan suyun duzluğunu müəyyən edin. Aha, qalan suyun duzluğunu müəyyən edin deyir. Uşaqlar, qalan suyun duzluğunu müəyyən etmək üçün bizim qalan suyumuz nə qədərdir? 3750. 3750-yə biz yazacağıq ki, nə? X litrdə. Düzdür. 5750-dən çıxdıq ki, deməli, 3750 litrin biz bilmirik də duzluğu nə qədərdir. Ona görə biz yazdıq X litr. 5000 litrin isə biz bilirdik ki, duzluğu nə qədərdir? 125. Düzdür. 125 kiloqram. Aha. Bunu bu şəkildə yazdıq. İndi burada 125-i vuracaq 3750-yə, böləcəyik 5000-ə. Bir dənə burada bölüm. Bu uzun olacaq biraz. Hesablamadan istifadə edək burada. Görək cavabımız. Bir dəqiqə gözləyir. 125-i 3750-yə bölsək. Deməli vursaq. Üzr istəyirəm. Bir dəqiqə gözləyək. 125-i mən də vurum. 125-i vursaq 3750-yə. Bunu da vursaq 5000-ə. 93 %75 edir. Uşaqlar, bunu da 5-ə bölsək 18 %75 edir. Görək, elə cavabımız varmı cavablar içərisində, yoxsa hardasa mı yanlışa mı yol verdik? Aha. Deməli, biz burada hardasa yanlışa yol vermişik uşaqlar. Niyə yanlışa yol vermişik? Çünki bizdən burada deməli, biz burada 5000-ə götürməməliydik bunu. Yanlışa burada yol verdik. 5000-ə burada götürməməliydik. Ümumiyyətcə, bilsiz, harada yanlışa yol verdik biz? Biz burada, uşaqlar,
necə yazmalıydıq? Bir dəqiqə, indi bu dəqiqə tam doğru cavabı tapacaq. Narahat olmayın. Biraz yorğunam, ona görə də belə getdi. Deməli, bizim qalan suyun miqdarı nə qədərdir? Burada 5 ton suyumuz vardı. Gəlin bunu bir də təzədən çəkək uşaqlar. 5 ton suyumuz vardı, yəni 5000 litr. 5000 litrin 1250 litrini buxarlandı da. Buxarlandı, burada qaldı 3750 litr. Düzdür? Uşaqlar, burada bayaq da şərtdə qeyd elədik ki, biz su buxarlanarkən duz olduğu kimi qalır. Bir də təkrar edirəm. Su buxarlandısa, duz olduğu kimi qalır. Duz nə qədər idi? Dedik ki, biz nə qədər duzumuz var? 5 tonda biz qeyd elədik ki, nə qədər duzumuz var burada? 125 kiloqram dedik ki, duzluğumuz var. Düzdür? Biz qeyd eləyəcək ki, 3750 litrdə 125 kiloqram duz var. 125 kiloqram duz var. Bəs 1 litrdə neçə kiloqram duz var? 1 litrdə x litr deməli duz var. Düzdür uşaqlar? Deməli, burada biz yenə də burada deməli litrlə yazanda uşaqlar, burada ümumən biz burada da şərtdə yanlış gedir uşaqlar. 3750-ni biz bölməliyik 125-ə. 3750-ni 125-ə böləndə neçə alırıq? 30. 30 alırıq. Görə indi 30-u vermişikmi cavab variantları içərisində? Yox, 30 da verməmişik. Deməli, 30-u da verməmişiksə, ya cavab səhvdir, ya da sual səhvdir. Ya cavab səhvdir, ya məsələnin cavablarını, cavab variantlarında yanlışa yol vermişik. Gözün bir dənə bir qoşulmaq istəyəni qoşum. Ümid Əlizadə. Gözün qoşulmaq istəyəni qoşum. Ya cavab variantlarında yanlışa yol vermişik. Aha, bir dəqiqə səbirli olun. Bilirsiniz niyə? Gözlə bir dəqiqə. 3750-yə bölsək 0,33. Bunu mən sizdən qabaq həll eləmişəm, həll eləməyinə. Prosto bu məsələdə hardasa biz nəyisə gözdən qaçırırıq. Deyin, nəyi gözdən qaçırırıq? Bax, deyim. Deməli, biz burada 125 kiloqram şəkildə vermişik. Bu dəfə alındıracaq. 3750-yə uşaqlar yazacaq 125 kiloqram. 125 kiloqram. Deməli, 1000 litrədə yazacaq biz x. Hə, indi 1000-i 125-ə vurub 3750-yə bölün görək nə alınır? İnşallah ki, bu dəfə düzdür. Hə, bu dəfə düzdür. Hə, inşallah bu dəfə düzdür. Bəli, bəli. Deyirəm axı, burada nə isə, bu riyaziyyatlı deyə. Görürsünüz, bax sizə də deyirəm ki, bu riyaziyyatlı deyə. Ona görə burada belə bir şeylər yaşanır. Elə bax, qəbulda da bax, bu tiplilər düşür. Gördünüz, mən də orada bir dənə letrlə ifadə eləmədim deyə. Ona görə yanlış oldu. İndi gözləyin uşaqlar. Deyir, müəllim üçün qaranlıq olan şagird üçün zülmətdir. Ona görə gözləyin, bir dənə də buna təzədən bir dənə izah verək başdan. Deməli, biz qeyd elədik ki, uşaqlar, indi həllini sizə deyirəm. Biz qeyd edək ki, duzluğu 25 promilli olan 5 ton suyun 25%-ni qoşulmaq istəyənlər bir dənə burada kiməsə adminlik vermək olsaydı canım qurtarardı bundan. Deməli 25 promilli olan 5 ton suyun 25%-ni buxarlandırsaq. İlk öncə biz qeyd elədik ki, bizim belə bir çənimiz var. Burada 5 ton suyumuz var. Suyu da düz yazanmalıyıq. Burada 5 ton suyumuz var. Gəlin bu tondan çıxaq. Bu ton bizi zülümə salır. 5000 litr suyumuz var. Nəhlət. Qoşulmaq istəyəndə qoşum. İndi başdan bir dənə sizə izah edəcəm. Hə, uşaqlar. Mənim özümdə atdı siyayım. Bir dənə təzədən paylaşıram, göstərirəm. Narahat olmayın. Bir dənə qoşulmaq istəyənlərin hamısını qoşa bilsəm. Bir dənə görünümə gireyim. Görüm kimlər var qoşulmaq istəyən. Aha, vüsal da qəbul edək. İndi bir də təzədən baxaq. Ümumi şəkildə bir dənə baxaq. Deməli, dedik ki, uşaqlar, bir də qısa qeyd edeyim, keçək başqasına. Deməli, dedik ki, bizim bir dənə çənimiz var. Çəndə bizim nə qədər suyumuz var? Deyirik ki, 5000 litr suyumuz var. 5000 litr suyumuz var. 5000 litr suda dedik ki, duzluğu deyəndə biz bu 5-i 25-ə vurmalıyıq ki, görək burada nə qədər duz var.
5'i vurduq 25'ə. Tapdıq ki, burada 125 kiloqram duz var. Niyə? Çünki tonla verib ona görə. Litrlə versəydi 125 qram olardı. Tapdıq ki, 125 kiloqram duzumuz var. Deməli, gün çıxdı. Bu çənimizdə 5 tonun tapdıq ki, 25% buxarlandıqdan sonra 3750 litr duzumuz qalır. 3750 litr su qalır. Duz isə dəyişmir. Olduğu kimi qalır. 125 kiloqram deməli duz qalır uşaqlar. Deməli biz dedik ki 125 kiloqram duzumuz qalır. Daha sonra biz qeyd elədik ki 3750 litrdə 125 kiloqram duzumuz var. 125 kiloqram duzumuz var. Bəs bizə deyir ki, bəs 1 ton suda, yəni 1 ton suda nə qədər duzluq olar? Çünki burada uşaqlar 1000 litrlə tonu ifadə edib vermişiksə, burada 1 ton yaza bilmərik. Buna uyğun olaraq aşağıdakını da ondan uzlaşdırıb yazmalıyıq. Gördünüz, bayaq yazdım, cavab alınmadı. Yəni burada nədirsə orada da olmalıdır. Burada da aldığımız cavab buna uyğun kiloqramla olacaq. Yəni promillə olacaq. Biz də yazacağıq ki, 1 tonu açacağıq. Yazacağıq ki, 1 tona 1000 litr, qarşısındansa x. Bu tənasibi də həll edəndən sonra biz tapdıq ki, x-imiz bərabərdir 33,3-ə. Yəni D variantına. Aydın oldu? Aydın. Hə, lap yaxşı. Duzluğu 35 promilli olan 10 litr suyun üzərinə yarısı qədər duzluğu 25 promilli olan su əlavə edilirsə, alınan suyun duzluğunun meylidir. Uşaqlar, bu tipləri həll etmək üçün, bax, duzluğu, bax, bu şəkilçisini gördüksə nə etməliyik? 10 litr suyun. Burada nə edəcəyik? Bax, dedim, duzluğu 10 litr. Duzluğu olan deyəndə nə edirik? Bu olan sözünü görən kimi nə edirik biz? Bəli, vururuq. Onu vuracaq. Bəli, vuracaq. Deməli, buraya yazacaq 10 litr su. Bax, bu sudur, uşaqlar. Buradan suyu qeyd edəcəyik. Buradan duzu. Duzu, qarşı-qarşıya. Qarışdırmaq gələndə, qarışdırır da burada. Belə eləmək lazımdır. 10 litr suyumuz var. 10 litr suyun 35 promillə duzu var. Yəni, 35 promillə də o deməkdir ki, bizim burada 350 qram duzumuz var. Litrdən söhbət gedir, bax, tondan danışmır. 350 qram duzumuz var. Aha, əla. Deyir, üzərinə yarısı qədər. 10 litr suyun yarısı nə qədər edir uşaqlar? 5 litr. Plus 5 yazıram. Afərin. Deyir ki, əlavə elədiyim bu 5 litrində duzluğu, bir də buradan çox qaraladıq bunu. 5 litrində duzluğu nə qədərdir deyir? 25 promil. Hə, bu 25-i necə tətbiq eləyək bura? O 25-i necə tətbiq eləyək bura? 5-i vurarıq 25-ə, neçə eləyək? 125 də, 5-i 25-ə 125. 125-i də buradan yazarıq. Düzdür? Bax, suyu suyun altından yazdım uşaqlar qarışdıranda. Duzu da duzun altından yazdım. Su ilə duzu qarışdırmaq olmaz. Əgər bu şirin su olsaydı, duz dəyişməyəcəkdi. Yəni, plus 0 yazardım. Şirin suda duz yoxdur. Buxarlansa da dəymirik də, olduğu kimi qalır. Duz qalır, su buxarlanır. Aydın oldu. Deməli, bizə nə deyir? Alınan suyun duzluğunu müəyyən edin. Alınan suyun deyir, ha, uşaqlar. Baxın, alınan suyun. Mən burada 1 litr yazsam, yanlışdır. Çünki 1 litr su alınmayıb. Neçə litr su alınıb? Bəli, 15 litr su alınıb. Aha, 15. Bax, hamısı şərtdədir. Burada heç nə yoxdur. 15 litr suya da, 15 litr suya da. Təzədən yazaram, x bilmirəm axı duzluq nə qədərdir. Aha, indi gəlin bunu biraz sadələşdirək. Biz dedik ki, 10 litr suyumuz vardı. Üstünə də 5 litr tökdük, oldu 15 litr. 350 qram duzluğumuz var idi, duzumuz var idi. Üstünə də 125 qram duz tökdük. Nə qədər oldu? 475 qram duzumuz oldu. Suyumuz nə qədər oldu? 10 plus 5, 15 litr. 15 litr suda duz nə qədər olur? X litr. Vəssalam. Bundan sonra da 15 x-imiz bərabərdir. Deməli, 15 vurulsun 475-ə. Alınan suyun duzluğunu müəyyən edin. Burada yenə də var, nəyəsə səhv qaçırdıram. 15 vurulsun 475-ə. 4,70. O niyə 15-ə böldük ki? 4,75-i niyə böldük ki özdə? Hə, kiloqrama görə deyirsiniz. Yox, o şərt o deyil, inşallah. Alınan suyun duzluğunu müəyyən edin. Burada 1 kiloqramla, 1 litrlə yazmalıyıq. Burada 1 litrlə yazmalıyıq uşaqlar.
Alınan suyunu da dedim. Burada 1 litrlə yazmalıyıq. Bir dənə 1 litrlə hesablayaq görək nə alınır. 15 litri səhv yazdım. Özüm də bəhbəhdə deyirəm ki, burada 1 litr yazmır. İnşallah burada 1 litr yazsaq, 1 litr yazsaq, 1 litrlə ifadə eləsək. 1 litrlə ifadə eləsək. Deməli, 475-i bölməliyik 15-ə uşaqlar. Neçə alınır? 30. Hə, bax görürsünüz cavab alınır uşaqlar. Cavab alınır. Uşaqlar, siz niyə mən alınan suyun dedim? Burada qasıtdığı yenə hara getdi çıxdı? Hə, alınan suyun siz niyə dedim? Çünki uşaqlar, burada alınan suyun deyəndə də burada 1 litrə uyğun tapmalıyıq da. Alınan suyun 1 litrində olan duzluğu nəzərə almalıyıq. Burada mən başqa nəyisə fikrimdə tutmuşdum. Onu qeyd eləyəcəkdim sizin üçün. Yenə də alınan suyu deyəndə 1 litri nəzərdə tuturuq ki, alınan suyun məhz 1 litrində 31.7 promillə duz var. Başa düşdünüz məni? Hə, burada desəydi ki, məsələn, ümumi miqdarında nə qədər var, onda nə eləyərdik? Alınan suyun ümumi miqdarında nə qədər duzluq var desə nə eləyərik? Nə eləyərik? Bəli, 15-ə vurardı. 1 litrində bu qədərdirsə, 15 litrində nə qədərdir? 15-i də 31.7-yə vuranda elə bayaqki rəqəm alacaq, səhv eləmirəmsə. Hə, eyni rəqəm aldıq da uşaqlar. 31.7-yə vuranda 475-də filan belə bir rəqəm aldıq uşaqlar. Elə demək olar ki, böldüyümüz ədəd alırıq. Aydın oldu, bölüb tapmışıq da bunu. Hə, ümumi desəydi onu da götürərik də. Bunun 1 litrinə uyğun 31.7-ni tapırıq. Yəni ümumi miqdarı soruşsaydı, fikrimdə onu tutmuşdum. Alınan suda ümumi duzluğu tap desəydi, onu da elə eləyərdik. Amma burada 1 litrə uyğun tapırıq. 1 litrə uyğunda 31.7-dir. Duzluğu 22 promilli olan dənizin 5 litr suyunun üzərinə nə qədər şirin su əlavə etmək lazımdır ki, duzluğu 12 promilli olsun. Kimi qoşuruq? Bir dənə qoşaq. Qoşduğumuzu qoşaq. Qoşduğumuzu da tapmadıq. Deməli, Fərid Mirziyev. Deməli, deyir ki, duzluğu 22 promilli olan 5 litr suyun üzərinə nə qədər şirin su əlavə etmək lazımdır ki, duzluğu 12 promilli olsun. Duzluğu 22 promilli olan 5 litr suyun. Duzluğu 22 promilli olan 5 litr su deyəndə içinə enirik. 22-ni vururuq 5-ə, eləyir 110. Bəli. Deməli, bizim 5 litr suyumuz var. 5 litr suyumuz var. Bunun da duzluğu 110 promillidir. Və yaxud da ki, 5 litr suya deyərik ki, 110 qramdır. Düzdür? 110 qramdır. Sonra bizə deyir ki, bu 5 litrin üzərinə nə qədər, yəni x litr su əlavə etsək, deməli, duzluğu 12 promilli olan 1 litr suda, yəni 1 litr sudan söhbət gedir. 1 litr suyu 12 promilli olan və yaxud 12 qram, 1 litr suyunda 12 qram duzluq olan su əldə edərik. Aydın oldu. Yəni, deyir ki, 5 litrin üzərinə x litr su əlavə etsək, bilmirik də su nə qədərdir. Şirin su. Söhbət də şirin sudan getdiyi üçün, uşaqlar, şirin suyu biz 0 litr kimi götürürük. Aydın oldu. Şirin su 0 litrdir. Başa düşdünüz məni? Şirin su olduğu üçün 0 litrdir. Məsələn, duzlu su olsaydı duzu gələrdik bunun üzərinə. Aha, bu da belə. Uşaqlar, burada da deməli, biz 5 litr, burada da 1 litr ifadə elədik. Sonra burada nə edirik? 12-ni vururuq 5-ə, eləyir 12-ni 5-ə vuranda 60, üstünə gəlirik 12x-i, bərabərdir uşaqlar. Biri də vururuq 110-a, 110. 12x bərabərdir 50-yə, x də bərabərdir, cavab çıxmayacaq indi. X də bərabərdir 50 bölünsün 12-yə. 4,16. Şükür, cavab çıxdı, yox. Bir dəfə variant düz qoymuşam. 4,16. Yəni 4,2 litr. Aydın olmazsa bir də izah edeyim.
Nərmin xanım, aydındır sizə. Hə, bildim ki, deyilsiz bir dənə də eləyə bilərsiniz ona görə. Hə, deməli getdik bir dənə də eləyirik. Şala tam belə kim başa düşmürsə, desin bir də izah edeyim. Bu ağır məsələdir. Bu gəlir bax qəbulda da düşür. Gördünüz bayaqlarım bir dənə tonu mən letterlə ifadə eləmədim deyə yanlış getdi. Yəni ağır riyazi yükü var bunların. Deməli bax deyir ki, necə? Nə, sən hansına çətin deyirsən? Mən temperatur, təzyiq məsələsinə çətin deyən var burada. Yəni təzyiqə çətin deyən varsa, bilək də təzyiqi dedim də. Hə, duzluq heç də. Duzluq biraz bilsin nətər. Nədən başlamaq məsələsi var da. Bax izah eləyirəm də. Bax yazılır ki, duzluluğu olan 5 dənə. Hə, bu olan sözü var ha. Bax bu olan sözü. Bu olan sözü vurma işarəsi kimi yadda saxlayın. Olan vurma deməkdir burada. Olan bu ortada. Vurma da nəyə vurmaqdır? 22-ni 5-ə vurmaqdır. 22-ni 5-ə vuruq nəyə alırıq? Məsələ buradadır. Düşünürük. 22-ni 5-ə vururuqsa, biz alırıq ümumi duzluluğu. Suyumuz 5 litrdir. Uşaqlar, bax səbirlə də qəbulda da düşür. Bax suyu 5 litrdir. 5 litr su var. 5 litr suda nə qədər duz var? Burada olan ifadəsi var. 5 vur 22 qədər. 5-i də 22-yə vurursan 110 qram. Litr olduğu üçün qramla yazırıq. Ton olsaydı kiloqramla yazardıq. Yadınıza saxlayın. L ilə Q qardaşdırlar. L varsa burada da Q yazılmalıdır. Düzdür. Sonra deyir ki, üzərinə deyir 5 litr suyun, bax bu 5 litr suyun üzərinə nə qədər şirin su əlavə etmək lazımdır ki, bunu da pisəkdir, bütün xəttləri bərbad günə qoydum. Deyir, üzərinə nə qədər su əlavə etmək lazımdır ki, duzluğu 12 promilli olan, deməli, duzluq 12 promilli olsun. Nəyə 12 promilli olsun? 1 litr suyun duzluğu 12 promilli olsun. Yəni 12 qram olsun. Aydındır bura kimi. Və burada biz bu 12 qramı üzərinə su əlavə edib aldıqda suyu da bilmirəm. Suya da x yazıram. Bilmirəm axı nə qədər su əlavə eləmişəm. 110 qramı hardan götür? Bir də başa qayıdıram. Duzluluğu 22 promilli olan 5 litr suyum deyəndə olan ifadəsi vurma deməkdir. Vurma. Yəni 5 vurulsun 22. Və o 5 vurulsun 22-ni də ümumi duzluluq olaraq qarşısına yazsın. Bura həmişə su yazsan, bax, tənasübün sol tərəfi sudur, sağ tərəfi duzdur. Aydın oldu. Suyu suyun üstünə əlavə edirsən. Duzu duzun üstünə əlavə edirsən. Əgər şirin sudursa əlavə elədiyin, duz sıfırdır deməkdir. Yəni ki, heç nə əlavə eləmirsən. Şirin suyun duzluğu sıfırdır. Əgər buxarlanıbsa, duz yenə olduğu kimi qalır. Su isə azalır. Su isə azalır. Aydın oldu. Aha. Şimdi davam edilir. Suyun duzu duzun altından yazdıq uşaqlar. Sonra davamından indirik. Davamında bunu heç nə olduğu kimi həll edirik. Bu 12-ni vururuq 5 litr plus 5 plus x-ə, 110-u vururuq 1-ə. 12-ni vururuq 5-ə, eləyir 60. Üstünə də gəlir 12x. Bərabərdir 110-a. Sonra nə edirik? 12x-i saxlayırıq. 110 çıxılsın 60. Bərabərdir 50-yə. X də bərabərdir 4,4 %66 yuvarlaq olaraq 4,2. Aydın oldu uşaqlar. Orta duzluğu, bunlar biraz sadədir uşaqlar. Orta duzluğu 20 promilli olan dəniz suyunun müəyyən qədər suyunun buxarlanmasından 240 kiloqram duz əldə olundu. Duzluğu 30 promilli olan dənizin həmin qədər suyundan nə qədər duz əldə etmək olar? İndi oxuyanlar bilirəm, deyirsiniz ki, ay müəllim, bu nəyə sadədir? Bax, orta duzluğu deyil, 20 promilli olan dənizin müəyyən qədər suyundan 240 kiloqram duz əldə olundu. Uşaqlar, bax, bayaqdan nə deyirik? Bax, deyirik ki, məsələn, duzluluğu, bax yazıram, duzluluğu 25 promilli olan, yenə yazıram, olan 5 ton su. 5 ton su. Bunun duzluluğu nə qədərdir? Duzluluğu 25 promilli olan 5 ton suyun duzluluğu nə qədərdir? Sual işarəsi də belə deyil. Neçə?
125. Dedik bu olan işarəsi vurmanı ifadə edir də, düzdür? İndi burada uşaqlar deyir, orta duzluğu 20 promilli olan dənizin müəyyən qədər suyun buxarlandırılmasından 240 kiloqram duz əldə olundu. Biz buradakı suyu bilirik, buxarlanan suyu. Bilmiriksə nə yazaq ona? X yazaq. Aha, X yazaq. Bəs biz buradakı X-i yazdıq, düzdür? Biz bu suda duzun nə qədər olduğunu tapmaq üçün nə edərik? Məsələn, bu suda duz nə qədərdir? Tapmaq üçün nə edərik? 1 litr suyunda nə qədərdir, məsələn? X litr suyunda duzluq nə qədərdir? Nədən bilərik? Necə həll edərsiniz? Ha, o axırdadır da, o axırdadır. Tələsməyək də. Bir ora gedib çıxan mərhələni baxaq da. Ora gedib başa salmaq istəyirəm ki, bunun nə tər oldu ki, 240. İndi deyəcəm 240 20-yə böldük. Sonra Nərmin xanım deyəcək, Nərmin olmasın, lap olsun, elə hər dəfə onun adını çəkirəm. Olsun ki, olsun bizim Səadət xanım olsun, sonra digərlər olsun, nə bilim, Səbinə xanım olsun. Desin ki, bu nə tər alındı? Məsələn də, bunu bilmək lazımdır ki, bura nə tər çatdı. Bax, x litr su var. X litr olan, bax yazıram, x litr olan 20 promillə duzluğa malik su. 20 promillə duzluğa malik olan su. Uşaqlar, x litr suyun 20 promillə olan, burada yəni şərti belə quraq, indi şərti qura bilmədim. Özüm beynimdə fikirləşdim ki, bunu sizə nə tər çatdırım. Təzən bir də deyirəm. Duzluğu 20 promillə olan belə qurmalıydım. Duzluğu 20 promilli olan x litr su. Bu eyni bir şeydir. Mən dediyimlə bu yuxarıdakı şərt eyni şeydir. Bunu necə taparıq indi duzluğunu? Bəli, 20x. Tamamilə doğrudur. Bu 20x-dir uşaqlar. 20x. 20x neçəyə bərabərdir? Deyək, nə qədər aldıq? 240-a. Afərin, 240-a. X neçəyə bərabərdir? 12'ye. Aha. Bu da 12'ye. Gözlüyüm. Yani görüp koşulmak isteyen kimde yoktu. Yoktu. Neyini? Hayda. Hə, belə. 12 litr. Uşaqlar, tapdıq ki biz 12 litrdir. 12 tondur, 12 litrdir. Nəysə də 12 tondur uşaqlar. 12 litrdir. Tapdıq ki bu 12 ton sudur. Çünki burada kiloqramla tapıb axı cavabı, kiloqramla. Kiloqram da bizim üçün suyun ton olduğunun bələdçisidir. Əgər qramdırsa qarşılığı litrdir, kiloqramdırsa qarşılığı tondur. Yenə təkrarən qeyd edirəm. Burada biz 12 ton su almışıq. 12 ton. 12 ton su. Sonra nə deyir? Deyir, duzluğu 30 promilli olan dənizin həmin qədər, yəni 12 ton olan suyundan nə qədər duz əldə etmək olar? Bunun neyini yərik tamamında? 12'ni vurarıq 30'a. Bəli. Neçə alarıq? 360. Görək cavabımızda varmı? Hə, aferin, var imiş. Yəni, inandırım ki, qəbulda düşən sual, bu qəbulda düşən sualdan çətindir. Aydın oldu. Hə, duzluğu 18 promilli olan, bu da düşər qəbulda. Duzluğu 18 belə düşməz, amma düşər. Duzluğu 18 promilli olan 22 litr suyun. İndi bax, olan vurma deməkdir. Bax, bunu yadda saxlayın da uşaqlar. Bax, olan özünüz üçün qeyd götürün. Bu, məsələnin ən kritik nöqtəsi budur. Bu, olanı başa düşməkdir. Buradan o tərəfi gedir, rahat gedir. Əsas bu hissəsidir. Duzluğu 18 promilli olan 22 litr su. Aha, yazıram burada su, uşaqlar. Buraya yazıram duz. Nə qədər suyum var? 22 litrim. Əla. Duzluğum nə qədərdir? 22 vur 18 qədər. Bu nə qədər eləyir? 296. Neçə? 296. 296. Qram yoxsa? 396. Hə, yaxşı, yazaq 396. 396 qram yoxsa kiloqram? Qram. Çünki burada litri gördük. Yazırıq qram. Daha davamında deyir. Deyir, suyun üzərinə duzluğu 22,2 promilli olan 10 litr su. Aha, suyu gəlirəm suyun üzərinə. 10 litr su. Su qrafasında suyun üzərinə gəldim. İndi qaldı duz qrafasındakı duzu gəlmə. Bu 10 litr suyun duzluğu nə qədərdir? Olan var. Olan odur ki,
10 litr vurulsun 20,2 qədər. Yəni 202 qram. Aydın oldu. Hə, əlavə etsək alınan suyun duzluğu hansı dənizin duzluğuna bərabər olar? Heç nə. Burada da biz qramla tapdığımız üçün burada elə 1 litri qeyd eləyəcəyik. Burada x-i qeyd eləyəcəyik. X də bərabər olacaq 32x. Deməli 32x bərabərdir. Burada 1 litrdir də. 396 plus 202. Neçə eləyir uşaqlar? 598 elə. 598 x neçəyə bərabərdir? 18 tam onda neçə olmalıdır səhv eləmirəmsə. Düz getmiş isə. Hə, 18 tam onda 6. Düzdür uşaqlar? 18,6. İndi uşaqlar, burada təkrarla yadınızda saxlaması üçün bir də qeyd eləyək. Buraları silək, qeyd eləyək. Bunu yadda saxlayın. Qeyd kimi də götürün. Bu sizə lazımdır. Çünki sabah bilmək olmur. Yəni qəbulda bu da yazılar ki, dərslikdə yazmışdıq, burada vermədik. Mərmərə dənizi. Deməli, Mərmərə dənizi, İstanbul sahilləri 25 promilli. 25 promilli. Qaradəniz. Yenə Türkiyə sahilləri 18 promilli. Azov dənizi yenə Türkiyə. Qeyd etdik ki, Azov dənizində 12 promillədir. Aha, yavaş-yavaş gələk. Sonra Baltik dənizi. Baltik dənizində biz qeyd elədik ki, deməli, Baltik dənizi 11 promilli. Xəzər dənizi 13 promilli. Bunlar vacibdir, uşaqlar. Dərslikdə var. Bax, sabah imtahanda verəcək Mərmərə, qarşısından da promilləni verməyəcək. Deyəcək ki, dərslikdə vermişdim. Necə ki, Skandinaviya dağlarını verdik. Kaledondan heçsin. Dedik, xəritədə var idi. Niyə baxmamısan? Bu da 12 mi olacaq? 18,6 təqribən indi 16-nı 19 götürməliyik, düzdür. İndi buradakı rəqəmlərdən Qaradəniz yaxındır. Qaradənizi götürürük. 18 nəzərdə tuturuq. Hə, uşaqlar. Bu da aydın oldu. Çətin deyildi ki. Hə, axırını bir də izah edeyim. Gözünü görüb axırı haradaydı? Hə, axırı nətər idi bunun? Bir də baxaq. Təzən bir də izah edirəm uşaqlar. Deyir, duzluluğu 18 promilli olan 22 litr. Bax, buraya yazıram su. Bax, Səadət xanım, siz idizləri axırını izah elə deyə. Buraya yazıram duz. Bax, imtahanda getmişsiniz düşüb. Bir su var, bir də duz var. Düzdür. Suyu yağdırıq suyun altından. Var suyumuz 22 litr. Plus da 10 litr. Plus da 10 litr. Bax, bunu belə də yaza bilərsiniz. 22 litr suyun duzluğu nə qədərdir? Burada olan var. Olan odur ki, 22 vurulsun 18 qədərdir. Yəni 396. Burada 10 litr olan 22,2, 20,2, bu da 202 edir. 202. Sonra da yazırıq ki, bizə də nəyə soruşur? Deyir ki, alınan suyun duzluğu hansı dənizin duzluğuna bərabərdir? Burada da alınan su deyirsə 1 litr üçün nəzərdə tuturuq. 1 litr də x. Bura kimi aydındır Səadət xanım. Aha, buradan sonrasını gedirik. Buradan sonrası belədir uşaqlar. 22 plus 10 eləyir 32. 32. Çarpaz vuranda bu eləyir 32x. Bu 1 litri də vururuq neçəyə? 396 plus 202-yə. Yəni. Bu da bərabər olur 598-ə. X neçəyə bərabər olacaq? 18,6-ya. X də bərabərdir 598 bölünsün 32. Aydın oldu. Hansı hissəni başa düşməmişdiniz? Hə, orada toplanır. Duzla duzu toplayırıq, Səadət xanım. Su ilə suyu. Bunları qarışdırmayın. Hə, bax, su ilə duzu topladın, qanın getdi. Duzla duzu toplayırsan, su ilə suyu. Duzu nətər tapırsan, duzu da yadda saxlayırsan ki, buradakı olan sözü vurma deməkdir. Nəyə? 18-i 22-yə. Onu 220,2-yə. 202 nə idi? 20,2-yə. Aydın oldu uşaqlar. Yəni, duzluq məsələlərinin maksimum çətin düşmə ehtimalı budur. Bundan o tərəfə, yəni,
çətin məsələ yoxdur. Mən dediklərim çətindir. Yəni bundan asan düşəcək. Aydın oldu. Məsələn, düşəcək ki, bax fərz edək, düşüb. Deyəcək ki, duzluğu, deyək ki, duzluğu 42 promilli olan, 42 promilliyə 1 litr yazacaq da, 1 litr olan, deməli, qırmızı dənizin suyunun üzərinə x litr. Nə qədər su əlavə etmək lazımdır ki, məsələn, şirin su əlavə etmək lazımdır ki, duzluğu 35 promilli olan, 35 promilli olan, promilli çəkiləmə çəkil. 35 promilli olan su əldə edilsin. Burada yazarsan 1 litr. Hə, sonra 35-i vurarsan x-ə, bir də vurarsan 1-ə, sonra onu da bərabər eləsin 42-yə, 42-ni də böləsin x-ə. Yəni 35 x, bax belə yazasınız da, 35 x plus, burada yazasınız 1 yazmışsaq, 35 bərabərdir 42-yə, 42-yə. Sonra buradan da yazasınız uşaqlar. Yazasınız ki, elə olanda 35x bərabərdir 42 çıxaq 35-ə. X də bərabərdir. Buradan tapdığımız ədəd nədir? Bunu təxmini yazmışam. Doğru çıxmaya da bilər. Təxmini, yəni cavabı tapmağınız üçün deyirəm. 42-dən 35-ə çıxırsınız. Eləyir 7. Bölünsün 35-ə. Yəni 7 bölünsün 35 qədərdir. Aydın oldu. O da 0.5 edir. Səhv eləmirəm. 7-ni 35-ə bölsək 0.2. Cavab olacaq 0.2. 0.2 litr su əlavə eləməliyik üzərinə. Əsas odur ki, burada görürsünüz, duzu duzun altına yazmışam. Suyu suyun altına. Suyu toplayanda da su ilə toplayıram. Duzu toplayanda da, məsələn, nə qədər duz əlavə olundu, onda bura x yazardım. Aydın oldu. Əsas bu su ilə duzun yerini səhv salmayın. İndi keçək uşaqlar. Bir dənə də exolot var. Exolota da baxaq. Exolot çox sadədir. Qəbulda düşən tipini saxlamışam burada. Ki, yəni onu təzədən bir də olar da indi gələr situasiyada salarlar, nə bilim, nədəsə salarlar da indi bizi şok edərlər. Birdən təzədən bir də exolota tutarlar. Exolotu deyim, keçək. Deyir, exolotdan göndərilmiş səs siqnalı çökəkliyin dərinliyinə gedib qayıtma müddəti 5.5 saniyədir. İkinci çökəkliyə isə 2.3 saniyə olmuşdur. Çökəkliyin dərinlikləri arasındakı fərqi müəyyən edin. Bax, eynən qəbuldakı tipdir. Ya vurmayaq da, ondan da rahat yollayacaq. Bax, bu birinci quyumuzdur bizim. Birinci quyudur. Birinci quyu. Bu da bizim gəmimizdir. Fərz edək ki, bu da bizim, indi gəmi çəkə bilməsəm də, çalışacağım ki, gəmiyə bənzədə. Bu da bizim gəmimizdir. Bu da bizim ikinci quyumuzdur. İkinci quyumuzdur. İkinci quyu. Burada da belə bir gəmimiz var. Fərz edək ki, bu bizim gəmimizdir. İndi eybəzar olsa da. Deməli, burada deyir ki, exolotdan göndərilmiş səs siqnalı çökəkliyin dərinliyinə gedib qayıtma müddəti 5.5 saniyədir. Deyək ki, birinci quyudur. Bu 5.5 saniyə getdi, qayıtdı. 5.5. Səsi buradan göndərdik. Səs getdi bura, qayıtdı 5.5 saniyə. Gəlir, ikinci çökəkliyə isə 2.3 saniyə olmuşdur. 2.3 saniyədə ikinci çökəklik olmuşdur. Aha. Uşaqlar, burada iki variant var. Ya saniyəni 2-yə bölüb vurmalıyıq 1500-ə. Ya da ki, saniyəni olduğu kimi saxlayıb 750-yə vurmalıyıq. İndi burada ən effektli yol saniyəni 2-yə bölüb 1500-ə vurmaqdır. İndi məsələ nədir? Bunun ən asan effektiv tez yolu bu 5.5-dən bu 2.3-ü çıxaram. 2.3-ü çıxaram. Gəlin çıxaq. 5.5 çıxaq 2.3. Burada 5-dən 3-ü çıxanda 2. Burada da 5-dən 2 çıxanda 3. 3.2 saniyə. Bu deməli. Necə? Aha. Deməli, biz neçəni çıxdıq? 5.5-dən çıxdıq 2.3 elə. 2.3 çıxdıq. Bu da elədi 3.2 saniyə. Düzdür? Aha.
Bir saniye. Aha. 3/2 saniye uşaqlar. İndi bax bu 3/2-ni də bölürəm 2-yə. Niyə? Çünki bu iki quyu arasında gedib qayıtma vaxtları arasındakı fərq 3/2 saniyədir. Bax, iki quyu arasında gedib qayıtma vaxtı arasındakı fərq 3/2 saniyədir. Bəs yalnız gedib və yaxud yalnız qayıtma vaxtları arasındakı fərq nə qədərdir? 3/2 bölünsün 2 qədərdir. Yəni 1/6 saniyədir. Və bu 1/6-nı vursaq 1500-ə, 1500-ə, gəlin vuraq elə 1500-ə. 2400 cavab alırıq. 2400. Və sizin o qəbulda üzləşdiyiniz o məsələnin saniyələr içərisində həll yolu bu idi. 2400 metr. Aydın oldu? Yəni bunu durum bunu hesablayım, sonra bunu hesablayım, sonra baxım görüm kağızda hansını gətirdim. Görəsən vurmanı düz elədim, yoxsa yox. Bu iki dənə səs siqnalda. Biri gedir 5/5 saniyəyə, biri gedir 2/3 saniyəyə. Düzdür? Sən bu ikisinin də gedib gəlmə vaxtları arasındakı fərq elə bunların dərinliyi arasındakı fərqdir də. Onsuz sən bunun ikisini də vurduğun ədəd 1-dir, 1500-dür. Ortaq vuruq kimi 1500-ə vurasan ikisini də. Bunların fərqini də 1500-ə vursan eyni şey eləyir. Necə ki, bayaq 4 tonu çıxartdım və ortaq vuruq. Eyni bir şeydir. Aydın oldu uşaqlar. Aha, ikinci yol nə idi uşaqlar? İkinci yolu, rahat yolu nə idi bunun? İkinci rahat yolu ondan ibarət idi ki, bu haqda mən öz kanalımda qeyd eləmişəm, bilmirəm kimlər bura kanaldan gəlib. Əvvəlki paylaşımlara baxar, orada kanalda eləmişəm. İkinci rahat yolu nədir? Bu 3/2 saniyədir, rahat. 3/2-dir də, bunu bölmürəm 2-yə. Bunu nəyə bölək ki 2-yə? 3/2-ni olduğu kimi saxlayıram, amma vuranda 750-yə vururam. Yəni 1500-ün yarısına. 1500-ün yarısına. Bu da eyni şeyi verir. Gedib qayıtmadısa ya saniyəni 2-yə bölməlisən, ya da ki 1500-ü 2-yə bölməlisən. Başa düşdünüz məni? Bunu da 750-yə vursaz yenə də 2400 alasınız. Fərq etmir. Aydındır? Hə, yaxşı. Bir də izah edeyim. Harda qalmışsınız? Oradan o tərəf izah edeyim. Əvvəldən, hə, yaxşı, problem yoxdur. Deməli, bizim başı bəlalı exolot məsələmiz. Biz exolotda qeyd elədik ki, deməli, bizim exolot məsələmizi oxuyaq, onu da elə davam edək. Deyir, exolotdan göndərilmiş səs siqnalı çökəkliyin dərinliyinə gedib qayıtma müddəti 5/5 saniyədir. İkinci çökəkliyin, yəni bu birinci çökəklikdir 5/5. İkinci çökəkliyin dibinə gedib qayıtma müddəti 2/3 saniyə olmuşdur. Çökəkliklərin dərinliyi arasındakı fərq neçə metr olduğunu hesablayın. Biz bilirik ki, exolotun deməli 1 saniyədə qət etdiyi məsafə, yəni 1 saniyədə qət etdiyi məsafə 1500 metrdir. Exolotdan göndərilən səs siqnalı 1 saniyədə 1500 metr məsafə qət edir. Məsələn, 10 saniyə yol gedibsə, bu 15 kilometr dərinliyə getdiyi deməkdir. Aydın oldu bura kimi? Səadət xanım. Aha, bizim birinci çökəkliyimizdən gedən səs siqnalı 5/5 saniyəyə gedib qayıdıb. İkinci çökəkliyə gedən səs siqnalımız 2/3 saniyəyə gedib qayıdıb. Düzdür? Bizə deyir ki, bu çökəkliklər arasındakı fərqi tapın. Deməli, bizim birinci uzun-uzadı yolumuz odur ki, biz bu 5/5-i də vururuq 1500-ə, 2/3-ü də vururuq 1500-ə. Sonra onları toplayırıq, bölürük 2-yə. Amma ən rahat yolu, bunların qət etdiyi zaman fərqlərini tapmaqdır. Məsələn, birinci qət edib 5/5 saniyəyə, ikinci qət edib 2/3 saniyəyə. Bu 5/5-dən çıxırıq 2/3-ü, bu eləyir 3/2 saniyyə. 3/2 saniyyə. Deməli, 3/2 saniyyə. Hər ikisi üçün aralarında gedib qayıtma fərqi 3/2 saniyədir. Amma gedib qayıtma bizə həmən dərinliyi vermir. Niyə vermir?
Çünki bunun dərinliyi 10 metrdirsə, bu gedib qayıtmanı hesablasaq, bizim üçün gələk bu 20 metr ola. Bu da reallığı əks etdirmir. Ona görə biz yalnız ya getmə başını, ya da qayıtma başını hesablamalıyıq. Başa düşdünüz? Yəni 4 saniyə gedibsə, bunun 2 saniyəsini nəzərə almalıyıq. Və bu 3.2 saniyə fərq olması arasında, 3.2 saniyə fərq varsa arasında, biz bu 3.2 saniyənin yarısı qədər məsafə qət edib deməkdir bizim üçün. Yəni bu 3.2-ni böləcək 2-yə, eləyəcək 1.6. 1.6. Və bu 1.6-nı vursaq 1500-ə, bizim üçün verəcək 2400 cavabını. Yəni C variantı. Və yaxud da saniyəni olduğu kimi saxlayarıq. 1500-ü bölərik 2-yə, 750. Bunu da vursaq yenə, 3.2-ni də 750-yə vursaq yenə də 1400 cavab alırıq. 2400 cavab alırıq. Hə, bu da qarşılaşa biləcəyimiz exolot məsələsidir. Yəni, exolot məsələsi də belə deyək, uzun illərdir düşmürdü qəbula. Bu il gəldi exolot qəbula. İndi bundan sonra növbəti dərsimizdə sizə ümumdaxili məhsul, ümummilli məhsul məsələsində keçəcəm. O da yəni düşmə ehtimalı var. Ümumdaxili, ümumilli. Ən çox situasiyada düşürük. Situasiyada rast gəlmək olur. Hə, bugünkü dərsimiz bu qədər uşaqlar. Bu bizim başı bəlalı duzluluq məsələsidir. Bilirəm, duzluqda çətinliyini çoxdur. Bax, bir də deyirik, duzluq məsələsi üçün əsas duzluğu yadda saxlamaq lazımdır. Yəni, 1 qram 1 litr olanda, burada da 1 qram ilə ifadə olunur. 1 kiloqram olanda, 1 kiloqram olanda, burada 1 kiloqram olanda, burada 1 ton su nəzərdə tutulur. Bu belə. Duzluq 1 litrdə olan duzun qramla miqdarıdır. Məsələn, orta okean duzluğu 35 promillidir. 1 litr suda okean suyunda 35 qram duz var. Yəni, orada da olan sözü yazılıbsa, anında vurma deməkdir bu bizim üçün, bu öz yerinə. Su buxarlanarkən duz buxarlanmır. Bayaq dediyim kimi, gördünüz, 5 ton suda 125 idi. 3750 litr suda da 125 oldu. Bu o deməkdir. Aydın oldu. Qarışdırılarkən suyun üzərinə su, duzun üzərinə duz əlavə edirik. Bayaq qeyd elədim də, buradan yazırıq su, buradan yazırıq duz. Suyun üzərinə su gəlirik, duzun üzərinə duz gəlirik. Aydındır? Sonra, şirin suyu əlavə edərkən təkrarən qeyd edirəm 0 promillidir. Şirin suda duzluq yoxdur. Şirin su neçə dərəcədə donur? 0. Bəs duzlu su? Duzlu su neçə dərəcədə donur? Mənfi 2 Selsidə donur duzlu su. Yadınızda saxlayın. Duzlu su mənfi 2 Selsidə donur. Hə. Hal-hazırda elə sual izah edirəm də mən. Nətər sual? Məsələdir, nədir? Nə ilə bağlı məsələdir? Duzluqdur. Hə, duzluqdur, at baxaq da. Hə, quru pat görək canlandıra bilirik. At baxaq görək nədir? Nə duzluqdur öyle. Hə, bu mənim qruplarım üçün nəzərdə tutulur. Sadəcə mən istəyirəm daha çox insan yararlansın deyə. Yəni mən artıq neçənci məsələdir ki, izah edirəm. Yəni əhalini izah eləmişəm. Sonra horizontal təzyiq, temperatur dünən idi. Sonra bəlalı məsələlərdən hansıları izah eləmişəm? Çay məsələlərini izah eləmişəm. Sonra növbəti yanacaqdır uşaqlar. Yanacaq da düşə bilər bu il qəbula. Birincidə düşməyib, ikincidə düşər. 3 ton suyun alınmış duzların 35 promil natrium klordur. Digər duzların miqdarı neçə kiloqramlar tapın. Hə, 35%. Hə, bu duzluq deyil. Orta duzluğa marjı 3 ton suyun, 3 ton okean suyundan alınmış duzların, hə, 35% natrium klordur. Gözlə bunu bir dənə ekrana verək, həll edək də. Bu da elə çətin məsələ deyil. Bir dəqiqə səbirli ol.
Bir dəqiqə səbir ol görək. Bir dənə buradan bağlayayım uşaqlar. WhatsApp-a gireyim, görüntünü bağlayayım, təzədən açacağım. Məsələ gələndə açacağım. Bir dənə səbirli olun. Yəni WhatsApp-dan girim onu götürüm. Nuray, sən miqə hazırlarsan, bunu sualları hardan tapırsan? Zarafat edirəm. Gözlə bir dənə ekrana verim göstərim. Yəni səbirli ol. Deyirəm bəlkə miqə hazırlaşsın. Ctrl V. Aha, burada belə göstərdi bunu elə. Elə inşallah. Müəllim olasan sən. Nə müəllim olasan? Coğrafya inşallah, inşallah. Allah arzuna çatdırsın. Gözlə sənin sualını biraz böyüdüm. Bir dənə yaddaşa verin bax. PDF kimi ver, save as ver, yes. Aha, görək düşdü bura. Ya Allah, hə, sual əksik olundu. Gözlə bir dənə yayımı paylaşım, baxaq. Hə, sual budur. Orta duzluğa malik olan 3 ton okean suyundan alınmış duzların 35% natrium klordur. Digər duzların miqdarını tapın. Deməli, belə. Deyir, orta duzluğa malik olan 3 ton okean suyu. Orta duzluğa malik olan okean suyunun deməli, 1 tonunda, uşaqlar, 1000 litrində deyək də, 1 tonunda nə qədər duzu var? 1 tonunda nə qədər duz var, uşaqlar? Bayaqdan 1 saatda dərs keçirəm. 1000 qramında nə qədər duz var? 1 kiloqram duz var, düzdür? 1 kiloqram duz var da, 1 kiloqram duz var. Mənə deyir ki, 3000 qramında deməli, nə qədər duz var? Duz var, x. Bu da bilirsiniz ki, yəni 1 kiloqram, aha. Uşaqlar, bunu belə yazmırdıq. 3000, yox, bunu səhv yazdım. Yenə yorğunluğu sözüm deyil. Bax, bir tonunda uşaqlar, orta duzluğa malik olan 3 ton suda, deməli, alınmış duzların miqdarı 35% natrium. Orta duzluğa malik olan 3 ton su deyəndə, uşaqlar, 1 tonunda 35-dirsə, 3 tonunda 105 kiloqram duz var da. 105 kiloqram duz var. Necə? 1 tonunda 35 kiloqramdır. Düzdür? 1 tonunda. Bizə deyir ki, 3 tonunda nə qədərdir? X bərabərdir. X bərabər 3 vurulsun 35-ə. 105 kiloqram. 105 kiloqram. Aydın oldu. Ay, yox, bu deyil də. İndi davamını deyirəm. Deyirəm, bu hissəsi aydın oldu. Davamında asandır. Hə, bu hissəsi aydınsa bir şey yox. Buradan aynəsi asandır. Buradan aynəsi uşaq oyuncağıdır. Deyir ki, heç nə. Bundan sonra deyir ki, alınmış duzların nə qədər duz almışıq? 105 kiloqram. 35% deyir natrium klordur. 35% natrium klordur. Digər duzların miqdarını kiloqramla tapın. Bax, kiloqramla tapın. Görürsünüz, mən də kiloqramdan almışam. Deməli, düz yoldayım. İndi bizim 105 kiloqram duzumuz var, düzdür? Bax, belə sizin başa düşdüyünüz dedim. 100% duzumuz 105 kiloqramdır. Buradan əsas adlı. Deyir, 35% natrium klordur. 35% natrium klordursa, digər duzlar neçə faizdir? Neçə? X yox, bax, uşaqlar. Asan yolu söylədim də. Neçə? Bəli, doğrudur. 100 çıx 35 qədərdir də. 100 çıx 35%-ni çıxsaq, bizə qalır 65%. Deməli, 65% digər duzlardır. Heç nə, buraya yazıram 65%-ə X. X də bərabərdir.
65 vurulsun 105 bölək 100. Bölünsün 100. Bu nə eləyir uşaqlar? Bir dənə bölün. Neçə? Aha, 68 tam %25. 68 tam %25 kiloqramı digər duzlardır. Aydın oldu. Bu net duzluğa aidiyyəti yoxdur. Bu duzluğu bilməsəz də bunu yazarsınız. Yəni orta okean duzluğunu bilmək lazımdır da uşaqlar. Görürsünüz yazmır orta okean duzluğunu. 35 promillədir. 35 promillədir. Bu da budur da 35 promillə olan 3 ton su. 3 ton su. Aydın oldu. Uşaqlar biraz yorğunam axşamda. Ona görə biraz şeydir. Həldə bu litr, kiloqram bunları bir-birinə qatışdırıram. Amma ümumi sizə yəni gedişatın nə var onu deyirəm ki, yəni elə həll eləməlisiniz. Yəni burada orta duzluq deyirsə 35 promillədir. Yəni 35 kiloqramdır. Tondan söhbət gedirsə. 35 kiloqramdır. Su nə qədərdir? 3 tondur. Buraya yazıram su. Buraya yazıram duz. Duz 35 kiloqramdır. Su 3 tondur. 3 tondur. Düzdür. 3 ton sudur. 3 ton sudan söhbət gedir. Deyər 3 tonda nə qədərdir? Məndən 3 tonda nə qədər olduğunu soruşur. 3 tonda uşaqlar x-dir. 1 tonda 35-dir. 35 kiloqramdır. X ilə bərabər olur 105 kiloqrama. 105 kiloqram. Ümumi duz 105 kiloqramdır. Mənə deyir ki, 105 kiloqramın 35% natrium klordur. Bəs neçə faizi digər duzlardır? 65%. 65% digər duzlardır. Deməli 100% bizim ümumi duzumuzdur. 105 kiloqramlıq duzumuzdur. 65% də digər duzlarımızdır. 2x x ilə bərabərdir neçəyə? 68,25 idi elə. Hə, 68,25-dir. Buray bunun cavabı var. Bax gör düz tapdıq. Hə, cavab budur. Cavab lazım deyil. Elə cavab budur. 68,25. Burada hesablamada səhv olmasın. Ona görə deyirəm. 68,25. Bu da belə. Asandır bu da. Əsas odur ki, burada orta duzluğu yadda saxlayaq. 35, onu vuraq 3 tona. Ondan sonrası asandır. Hə, duzluq düşəndə yəni belə ayda natrium klor, bu kimyadır. Bunu neyniyək biz? Natrium klor, nə qayrarıq? Digər duzlar. Oturub cədvəl fikirləşsən ki, cədvəldə görəsən hansı duzlar verilib, hansı verilməyib. Yəni belə şeylər lazım deyil də. Bu çox sadədir. 68,25-dir. Vaqif də yazıb bura, hə. 68,25. Sağ ol, Vaqif. Aydın oldu uşaqlar. Hə, bugün duzluqla bağlı yetərincə bir 10 dənə məsələyə baxdıq. Nələrə diqqət eləməliyik, onları dedik. Duzluqda əsas birinci şərt odur ki, dediyim kimi, bir də sonda bunları deyim. Yekunlaşdıraq bundan da. Duzluqda yəni əsas birinci bilməli olduğunuz şey su ilə duzu qatışdırmamaqdır. Yəni su ilə duz heç bir halda qarışdırmaz. Su ilə duzu qarışdırasınız, olacaq içməli su olmayacaq da. Olacaq duzlu su. Ona görə qarışdırmayın. Elə eləyin ki, suyunuz içməli olsun. Deməli, burada bir su var, bir də duz var. Duzu duzun altından, suyu suyun altında. Su olduğu kimidir. Məsələn, 5 litr suda var 35 promillə duzluğu olan 5 litr su. Olan deyən kimi, olan sözü vurma deməkdir. Vurma. Olan sözü vurma deməkdir. Yəni 5 vurulsun 35. Bu deyir 105 kiloqram. Deməli 105 kiloqram 5 litr suda duz var. Sonra deyir 2 litr su əlavə elədi. Buraya yazsan 2. Və yaxud duzluğu 40 promilli olan daha 5 litr su əlavə olundu. Bura 5 litr yazsan, bura 45 yazsan. Duzla duzu toplayırsan, su ilə suyu toplayırsan. Bu qədər. Su ilə duzun yerini qarışıq salmadınsa, bu məsələ asandır. Olan sözü varsa, vurma işarəsidir. Yəni, orada sağında və solunda, olan sözünün sağında və solunda yazılan ədədləri bir-birindən vurub, duzun altından yazırsan. Duzun altından yazırsan. Sonra da tənasibi olduğu kimi qurursan. Sonra hər zaman sonda 1 litrə uyğun olan duzluğu tapırıq. Məsələn, suyun duzluğu soruşulursa, sonda 1 litrə uyğun olan duzluğu tapırıq. Aydın oldu. Bu qədər sadə. Bunları bilsəz, duzluqla bağlı istənilən məsələni yaza bilərsiniz. Hə, sabah dərsimizdə mövzu olaraq
Orada ikinci bəlalı mövzu nəyə götürmüşdük? Azərbaycanın fiziki coğrafiyası idi ən çox səs yığan. Sonra nə vardı? İkinci səs yığan hansıdır? İkinci səs yığan hansıdır uşaqlar? Nə qədər səs? Hocam ikinci səs yığan nədir onu işləyir. Hə, elə onunla davam eləyək. Uşaqlar, monarxiya, respublika, daha sonra monarxiya, respublika, elə üzr istəyirəm. Deməli, federativlə unitar, monarxiya ilə respublika. Bunları oxuyursunuz. Bunları oxuyun, hansı ölkələr var, hansı ölkələrdə federativdir, monarxiyadır, monarxiyanın hansı növləridir. Bunları diqqətlə oxuyursunuz sabah üçün. Ölkələrin quruluşu, inzibati bölgüsü, bunları oxuyun. Sonra yavaş-yavaş hidrosuya digər bölmələrlə davam edəcək. Axşamdakı məsələmiz var. Məsələyə də atacam qruplar, kanallar, kimlər varsa hamı qoşulsun. Uşaqlar, hamı mənim kanalımı, qruplarımı paylaşsın ətrafımdakılarla. Hər axşam daha çox insan qoşulsun ki, daha çox insan bu məsələ həllərindən yararlansın. İzahlardan yararlansın. Oldu. Gecəniz xeyrə qalsın. Allah'a emanet. Sağ olun. Gecəniz xeyrə. Çok sağ olun.